Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugün sizə yeni test toplusundan funksiyalar mövzusunun ilk bölməsinin izahını verəcəm. Gəlin keçək izaha. Birinci sual. Y bərabər 3-də 1x çıx 20 funksiyasının sıfırlarını tap deyir. Əgər bir funksiyanın sıfırlarını tap deyirsə, həmin funksiyanı sıfıra bərabər edib x-in qiymətini axtarırsınız. -20-ni atıram sağa, xətti tənlik alındı burada. 3-də 1x bərabərdir müsbət 20-yə. Çarpaz vursaq, x bərabər 60 alınır. Birinci sualın cavabı 60. İkinci sual. Eyni tip sualdır. Y bərabər 9 funksiyasının sıfırlarını tap. Yenə funksiyanı sıfıra bərabər edirsiniz. Alınır 9 bərabər 0. Yəni boş çoxluq. Təbii ki, bunun həlli yoxdur. Cavab D variantı. Üçüncü sual. Y bərabər k böl x funksiyasının qrafiki D9 mənfi 3-də 1 nöqtəsindən keçirsə k-nı tap. Yadda saxlayırsınız. Sizə nöqtə verilirsə, nöqtənin birinci koordinatı x-i göstərir. Yəni x 9-dur. İkinci koordinatı isə y2 göstərir. Y-in qiyməti də mənfi 3-də 1-ə bərabərdir. Həmin qiymətləri x və y-in yerinə yazıb k-nı tapmalıyıq. Üçüncü sual. Y-in yerinə yazıram mənfi 3-də 1. X-in yerinə də 9 yazırıq. Çarpaz vuranda 3k bərabərdir mənfi 9-a. Və k bərabər olur mənfi 3-ə. Deməli, cavab oldu A variantı. Növbəti sual. Eyni tip sualdır. 4. Y-in yerinə yazırıq 5-də 1. X-in yerinə də mənfi 25. Çarpaz vuranda alınır 5k bərabər mənfi 25. K bərabər olur mənfi 5-ə. Cavab B variantı. Beşinci sual. Yenə eyni tip sualdır. Deməli, Y-in yerinə yazırıq mənfi 7. Mənfi 7 bərabər. X-in yerinə də mənfi 3. Mənfi 3-də k çıx 2. Çarpaz vuranda k çıx 2 bərabər olur 21-ə. Mənfi 2-ni sağa atanda k bərabər olur 23-ə. 5-ci sualın cavabı oldu D variantı. 6-cı sual. 6-cı sual fərqli sualdır. Gəlin baxaq. Bucaq əmsalı, yəni k bərabərdir mənfi 0,4 olan xətti funksiyanın qrafiki A mənfi 2,5 2,6 nöqtəsindən keçirsə, onun tənliyini yazın. İlk əvvəl xətti funksiyanın ümumi şəkildə tənliyini yazaq. Ümumi şəkildə yazılışı y bərabər kx üstəgəl b-dir. Buradan k-nın və b-nin qiymətlərini yazıb cavabı tapmalıyıq. K-nın qiyməti verilib mənfi 0,4. B-ni tapmaq üçün bu funksiyada y və x-in qiymətlərini yerinə yazıb tapmalıyıq. Y-in qiyməti 2,6, x-in də qiyməti mənfi 2,5-dir. Yazaq yerinə. 2,6 bərabər k mənfi 0,4-dür. Vur x da mənfi 2,5 üstəgəl b. Bu hasil 1-ə bərabərdir. 2,6 bərabər 1 üstəgəl b. B də bərabər 1,6 alınır. K-nın qiyməti verilmişdir. B-nin də qiymətini tapdıq. Hər ikisini bu funksiyada yazıb cavabı tapırıq. Y bərabərdir mənfi 0,4k
üstəgəl 1,6. Cavab C variantı. 7-ci sual. Funksiyalardan hansı xətti funksiyadır? Ümumi şəkildə yazılışına baxaq. Xətti funksiya dedik ki, y bərabər kx üstəgəl b şəklində yazılır. Yəni x olmalıdır, onun əmsalı olmalıdır, bir də sərbəst hədd olmalıdır. C variantı ola bilməz, x kvadrat var, b-də məxrəcdə x var, a-da məxrəcdə x var, d-də də məxrəcdə x var. Cavab E variantı. E variantı əslində belə yazılmalıdır. 5/1 x üstəgəl 3/1. Yəni k 5/1'dir. Sərbəst həddimiz, yəni b 3/1'ə bərabərdir. Cavab oldu E variantı. Sonra növbəti sual. 8. Qrafikə görə xətti asıllığı müəyyən edin. Yenə xətti asıllıq deyir. Qrafikə baxırıq, düz xətti. Deməli, düz xəttin tənliyini yazmalıyıq. Y bərabər kx üstəgəl b. Yenə k və b-nin qiymətini tapıb, bu xətti asıllıqda yerinə yazmalıyıq. Bilirik ki, k bərabərdir tangens alfaya. Burada verilən alfa düz xəttin OX oxunun müsbət istiqaməti ilə, yəni buradakı bucağın tangensi k-ya bərabərdir. Yəni alfa həmin bucağa bərabərdir. Yerinə yazsaq alınır tangens 60 dərəcə. Tangens 60 dərəcədə kök altında 3-ə bərabər olur. Bəs B? B nəyə bərabərdir? İndi ona baxaq. Əvvəlki videoda hər ikisini izah etmişdim. B-ni tapmaq üçün biz baxırıq funksiyanın y oxunu harda kəsdiyinə. Fikir verin. Bax, bu funksiya y oxunu düz mərkəzdə kəsir. Mərkəzdə x da y-də 0-a bərabərdir. Yəni b də 0-a bərabər olur. Çünki y 0-dır. Hər iki qiyməti funksiyada yerinə yazsaq alınır y bərabər kök altında 3x. B 0'dır, b-ni yazmırıq. Cavab E variantı. Növbəti sual. Sual 9. Sual 9'da eyni tip sualdır. Gəlin ona da baxaq. Qrafikə görə xətti asıllığı müəyyən edin. Ümumi şəkildə yazılışı y bərabər kx üstəgəl b-dir. Birbaşa görünür ki, b 0'dır. Çünki y2 mərkəzdə kəsib. Y2 harda kəsirsə b odur. K isə bərabərdir tangens 120 dərəcəyə. Trigonometrik funksiyalardan məlumdur ki, 120 dərəcə ya 180'ə gətirilməlidir, 180'dən yazılmalıdır, ya da 90'dan yazılmalıdır. Gəlin 180'dən yazaq. 120'nin əvəzinə yaza bilərik. 180 dərəcə çıx 60 dərəcə. 180 dərəcədə heç bir trigonometrik funksiya adını dəyişmir. Sinus, tangens, kosinus, kotangens heç biri adını dəyişmir. 180 atılır buradan. Qalır tangens 60 dərəcə. Sonra işarəsini tapırıq. İşarəsini tapanda hər zaman əvvəlki dərəcəyə baxılır. 120 dərəcə. 120 dərəcə düşür ikinci rübə. İkinci rübdə tangensdə, kotangensdə hər ikisi mənfi olur. Yəni işarəmiz mənfidir. Bu da bərabər. Tangens 60 dərəcədə kökdə 3'dür. Olur mənfi kökdə 3. Mənfi kökdə 3'ü gətirib yazırıq k-nın yerinə. Y bərabər mənfi kök altında 3 x alınır. B 0'dır. B yenə yazılmır. Cavab olur C variantı. Növbəti sual. Növbəti sual sırf qaydaya aiddir. Əvvəlki videoda
K'nın və B'nin işarəsini necə tapmalıyıq? Hər birini göstərmişəm. Müxtəlif hallarına da baxmışdıq bir-bir. Y bərabər kx üstəgəl b xətti funksiyasının qrafiki verilmişdir. Funksiyasının qrafikinə görə k və b-nin işarəsini müəyyən et deyir. K-nın işarəsini tapanda biz baxırdıq buradakı bucağa. Əgər verilən bu bucaq iti bucaq olarsa K müsbət olurdu. Kör bucaq olarsa K mənfi olurdu. İti bucaq olduğu üçün K olmalıdır müsbət. Yəni bunu atırıq. İti bucaq olduğu üçün K müsbətdir. B də bundan əvvəlki misalda demişdim. Y harda kəsirsə ora B-dir. Y mənfidə kəsdiyi üçün B-nin işarəsi mənfidir. Deməli, K müsbət oldu, B mənfi oldu. Cavab 10-cu sualda B variantı. 11-ci sual. Yenə eyni tip sualdır. Birinci bucağa baxırıq. Bu bucaq kör bucaq olduğu üçün K mənfidir. Nəyə görə mənfidir? Çünki tangens ikinci rübdə. Yəni kör bucaq olanda tangens mənfi olur. İti bucaq olanda tangens müsbət olur. Ona görə K-da müsbət olur. B, Y oxunu harda kəsirsə oradır dedik. Bura B-dir. Yuxarıda kəsdiyi üçün B olur müsbət. İndi isə tam tərsi oldu. K mənfidir. B isə müsbətdir. Cavab oldu D variantı. Növbəti sual. Y bərabər kx üstəgəl B funksiyasının qrafikinə əsasən K üstəgəl B cəmini tap deyir. Baxırıq burada verilən üçbucağın formasına. Bu üçbucaq düzbucaqlı üçbucaqdır. Yəni bura 90 dərəcə olmalıdır. Bucaqları 45-45'dir. Nəyə görə 45-45'dir? Çünki uzunluq olaraq baxsaq, üçbucağın hər iki katetinin uzunluğu 5'ə bərabərdir. Bax, buna görə biz alırıq ki, buradakı bucaq 45 dərəcə olur. 45 dərəcə olur. Ona görə də K-nı tapanda, deməli 12-ci sual yazaq. K-nı tapanda yazırıq tangens 45 dərəcə. Tangens də 45 dərəcədə kök altında 2/2'dir. Yox. Kök altında böl 2 deyil. 1'ə bərabərdir. Sinusla kosinus kök altında 2/2'dir. Tangenslə kotangens də 1'ə bərabər olur. Üstəgəl B deyir. B də Y harda kəsirsə ona bərabərdir. Yəni B bərabərdir 5'ə. B də bərabər oldu 5'ə. K üstəgəl B bərabərdir. 1 ilə 5'i toplayanda alınır 6. 12-ci sualda cavab oldu A variantı. Növbəti sual. Sual 13. Y bərabər 5'də 3 x üstəgəl 4 düz xətti üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tap. Deyir ki, apsis ordinata bərabər olsun. Yəni x bərabərdir y-ə. Harda x var, yerinə y yaza bilərik. Və ya harda y var, yerinə x yazmaq olar. Gəlin y-lərin yerinə x yazaq. Onda x bərabərdir 5'də 3x üstəgəl 4 olur. 5'də 3x'i atıram sol tərəfə. X çıx 5'də 3 x bərabərdir 4'ə. 5'də 2x bərabərdir 4'ə. 5'də 2'ni sağa atıb 4'ü bölürəm 5'də 2'yə. Onu da tərsinə çevirəndə vurma olur. 2 5'in 10. X olur 10. X 10'dursa y də 10'a bərabərdir. Çünki x y-ə bərabərdir dedik. Onda ikisinin cəmi x üstəgəl y bərabər 20 alınır. Düzgün cavab C variantı. 14-cü sual. Düz xətti üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tap. 14 də eyni tip sualdır.
İndi harda x var, yerinə y yazaq. Y bərabər 4-də 3 y üstə gəl 2. Y-ləri sola ayğanda çıxma olur. Alınır 4-də 1 y bərabər 2. Çarpaz vuranda y bərabər 8 alınır. Onda x da 8-ə bərabərdir və onların cəmi 16-ya bərabər olacaq. Düzgün cavab D variantı. 15-ci sual. Qrafik hansı funksiyaya uyğundur deyir. Mövzunun izahında bunu da vermişdim. Yadda saxlayırsınız. Bu qrafik hansı funksiyanın qrafikidir? Bu funksiyanın qrafikidir. 1 bölünsün x funksiyası. C variantı ola bilməz. Xətti funksiyadır. Xətti funksiyanın qrafiki düz xətdir. A, D və E variantının izahını verməmişəm. Ona görə bunlar haqqında ümumiyyətlə danışmıram. Düzgün cavab B variantıdır. Bu əyridə adlanır hiperbola. Yadda saxlayın. Hiperbola adlanır. Keçək 16-cı suala. Y bərabər K böl X və Y bərabər B böl X funksiyalarının qrafikləri verilmişdir. Baxın, elə 15-ci sual, 16-cı suala baxan birbaşa 15-i yaza bilərdi. Çünki burada hiperbola olduğunu deyir. K və B-nin işarəsini müəyyən edin. Gəlin baxaq birinciyə. Bax, bu funksiyaya. Fikir verin, Y bərabər K böl X birinci və üçüncü rübdə verilib. Birinci rübdə x da müsbətdir, y də. Üçüncü rübdə hər ikisi mənfidir. Bu nə deməkdir? Bu o deməkdir ki, y bərabər k böl x funksiyasında x-in yerinə müsbət yazanda, müsbət ədəd qoyanda y müsbət alınır. Nə zaman? K müsbət olanda. Və ya x-in yerinə mənfi qoyanda, mənfi ədəd qoyanda y də mənfi alınır. Nə zaman? K yenə müsbət olanda. Deməli, K-nın işarəsi nədir? K-nın işarəsi müsbətdir. Sonra, indi baxaq bu funksiyaya. Y bərabər B bölünsün x funksiyasına. Göründüyü kimi, ikinci və dördüncü rübdən keçir. X-in yerinə, ikinci rübə baxırıq. X-in yerinə mənfi qoyanda y müsbət alınıb. X-in yerinə mənfi, y-ə müsbət. Nə zaman olar? B mənfi olsa. Birinə baxmaq kifayətdir. Heç 4-ə baxmaya ehtiyac yoxdur, dördüncü rübə. B-nin işarəsi oldu mənfi. K müsbət, B mənfi olmalıdır. Düzgün cavab C variantı. 17-ci sual. Yenə eyni tip sualdır. Y bərabər K böl X və Y bərabər B böl X funksiyalarının qrafikinə əsasən K və B-nin işarəsini müəyyən et. Eyni rüblərdə yerləşdiyi üçün hər ikisinin işarəsi ya mənfi olmalıdır, ya da müsbət. Yəni D variantı, B variantı ola bilməz. E də ola bilməz. Geriyə qalır A və C. İndi baxaq. Həm Y bərabər K böl X, həm də Y bərabər B böl X funksiyaları keçir ikinci və dördüncü rübdən. İkinci rübə baxaq. Birinə baxmaq kifayət eləyir. İkinci rübdə X-a mənfi deyəndə Y müsbət alınır. X-a mənfi deyəndə Y müsbət alınır. Nə zaman? K mənfi olmalıdır. Mənfini mənfiyə böləndə müsbət alınır. Eyni formada B-yə baxsaq, X-a mənfi deyəndə Y mənfi alınırsa, B-də Y müsbət alınırsa, B-də mənfi olmalıdır. Deməli, hər ikisinin işarəsi mənfidir. Düzgün cavab A variantı. Gəldik 18-ci suala. A kiçikdir 0, B kiçikdir 0 və modul A kiçikdir modul B olduqda. Gəlin A və B-yə qiymət verək. Deyir ki, A da B-də mənfi ədədlərdir, 0-dan kiçikdir. Və B-nin modulu daha böyükdür. Onda A-ya deyək mənfi 3, B-də olsun mənfi 4.
Həqiqətən də B-nin modulu 4-dür, A-nın modulu 3-dür. Yəni B-nin modulu daha böyükdür və hər ikisi mənfi ədədlərdir. Onda y bərabər mənfi 3x olur birinci funksiya, bu funksiya. İkinci funksiyada olur y bərabər mənfi 4x. Deməli, bu funksiyanın hər ikisi xətti funksiyadır. Hər ikisi xətti funksiyadır. Hansı rübdə yerləşdiyini tapmaq üçün, hansı rüblərdən keçdiyini tapmaq üçün biz bunlara qiymət verməliyik. Birinci onu deyək ki, hər ikisində sərbəst sədd yoxdur. Bu nə deməkdir? Funksiya koordinat başlanğıcından keçir. Çünki sərbəst sədd hər ikisində 0-dır. Sərbəst sədd nə zaman 0 olurdu? Y oxunu 0-da kəsəndə. Yəni hər biri, yəni hər iki funksiya koordinat başlanğıcından keçməlidir. Yəni bütün variantlar ola bilər. İndi baxırıq x və y-in işarəsinə. Bax, fikir verin. Məsələn, soldakı funksiyaya baxıram. X-a müsbət qiymət versək, müsbət qiyməti mənfi 3-ə vuranda y mənfi olur. X-a mənfi qiymət versək, mənfini mənfiyə vuranda y olur müsbət. X-a müsbət deyəndə y mənfi alınır. Bu 4-cü rübdür. 4-cü rüb. X-a mənfi deyəndə y müsbət alınır. Bu da 2-ci rübə aiddir. Deməli, birinci funksiya 2 və 4-dən keçməlidir. İkinci funksiya da elə, çünki y-in yerinə sadəcə, k-nın yerinə sadəcə biz mənfi 4 yazmışıq. Mənfi 3-dən mənfi 4. Yəni, eyni funksiyalardır. X-a müsbət desəm, y mənfi alınır. X-a mənfi desəm, y müsbət alınır. Bu da hansı rübdür? Yenə 2 və 4-cü rüblər. Deməli, 2 və 4-cü rüblər olduğu üçün A variantı ola bilməz. D və B də ola bilməz. Geriyə qaldı C və C və E variantları. İndi birində AX funksiyası üstə verilib, birində BX funksiyası üstə verilib. İndi tapaq. Məsələn, belə eləyək də. Hər ikisinə qiymət verək. Məsələn, x bərabər bu tərəfdən qiymət verirəm. Bu tərəfdə x mənfi olduğu üçün tutaq ki, mənfi 2 qiyməti verirəm hər ikisində. X-a verdik mənfi 2. X-a mənfi 2 verəndə mənfi 3-ü mənfi 2-yə vuranda y olur 6. İkinci funksiyada mənfi 2-ni mənfi 4-ə vuranda y olur 8. Bax, fikir verin, ikinci funksiya daha böyük qiymət aldı. Yəni, bx funksiyası daha böyük qiymət aldı. Onda düzgün cavab E variantı olmalıdır. Nəyə görə? Çünki mənfi 2-də bx funksiyası daha kiçik qiymət alıb C variantında. Ax daha böyük alıb. E variantında isə tam tərsi. Bx yuxarıda yerləşir. Yəni, daha böyük qiymət alıb. Bura 8-dir. Əgər mənfi 2 olsa. Ona görə də cavab olmalıdır E variantı. Növbəti sual. 19-cu sual. Fx sabit funksiyası üçün f1 vur f3 f1 f3 f9 hasili mənfi 27-yə bərabərdir. Deyir ki, f64-ü tap. Çox sadə sualdır. Ümumiyyətlə, sabit funksiyalara aid suallar elə də çətin olmur. Əgər funksiya sabit olarsa, onda f1, f3, f9 hamısı eyni qiyməti almalıdır. Deməli, buradan görünür ki, hər biri mənfi 3-dür. Yəni, fx funksiyası nəyə bərabərdir? Fx elə mənfi 3-ə bərabərdir. Sabit funksiyadır. Həmişə mənfi 3-dür. Onda f64 nəyə bərabər olmalıdır? O da mənfi 3-ə bərabər olmalıdır. Düzgün cavab C variantı 19-da. Növbəti sual. Sual 20. Sabit funksiya olarsa, f a üstəgəl b-ni tapın. Biz mövzu izahında demişdik ki, funksiyanın sabit olması üçün orada x dəyişəni olmamalıdır. X olarsa sabit funksiya olmur.
X-in olmaması üçün burada x kvadratın əmsalı da 0 olmalıdır. X-in əmsalı da 0 olmalıdır. Yəni A çıx 3 də 0-a bərabər olmalıdır. B çıx 4 də 0-a bərabər olmalıdır. A bərabər 3 olur. B də 4. Deməli, bu hissələr getdi 0-a. Qaldı fx bərabər 2a üstəgəl 3b. A və B-nin qiymətləri də var. A 3-dür. 2 üçün 6. B də 4-dür. 3 4-ün 12. Toplayanda alınır 18. Fx sabit funksiya olduğu üçün və 18-ə bərabər olduğu üçün bizdən nə istəyirsə istəsin, yenə cavab olmalıdır 18. Çünki sabitdir, heç vaxt dəyişməz. Fa üstəgəl B, Fa, Fb fərqi yoxdur. Həmişə bu 0-a, 18-ə bərabər olmalıdır. Düzgün cavab B variantı. Növbəti sual. Sual 21. Deyir ki, x fərqlidir 5-dən. Fx bərabərdir. Fx bərabərdir. Kx üstəgəl 5 böl 5x çıx 25. Sabit funksiya olarsa, bu funksiya bərabərdir sabit bir ədədə. Yəni sabit funksiyadır. Onda k üstəgəl f2-ni tap deyir. Mövzu izahında demişdim. Bunu iki formada yadda saxlamaq olar. 1. Düstur kimi, əgər iki xətti funksiyanın nisbəti sabitdir deyirsə, bucaq əmsallarının nisbəti sərbəst ədlərin nisbətinə bərabərdir. Yəni, k böl 5 bərabər olmalıdır 5 böl mənfi 25. Bunu da çarpaz vuranda mənfi 25k bərabərdir 25-ə. K bərabər mənfi 1 alınır. K oldu mənfi 1. Yəni bu formada K-nı tapmaq olar. Başqa necə tapmaq olar? Hər iki xətti funksiyada bucaq əmsallarını, yəni K-ları mötərizə qabağına ata bilərsiniz. Gəlin bu formada tapaq. Fx bərabər. Yuxarıdan K-nı atsaq qabağa. Mötərizənin içində qalır x üstəgəl 5 böl k. 5 böl k. Aşağıda da k-ları ataq, yəni 5-i ataq qabağa, bucaq əmsalını. Qalır x çıx 5. Sonra demişdik ki, bu funksiyanın sabit funksiya olması üçün tərkibində x olmamalıdır. Yəni mötərizə ixtisar olmalıdır. Mötərizələr ixtisar olarsa geriyə qalır k böl 5. Və mötərizələrin ixtisar olması üçün 5 böl k bərabər olmalıdır mənfi 5-ə. İkisi bərabər olmasa ixtisar getməz. Buradan k alınır mənfi 1. Baxın, buradan da k alındı. K-ları çölə atıb, mötərizənin qabağına atıb k-nı tapmaq olar. Və ya birbaşa qayda kimi də yadda saxlaya bilərsiniz. Bucaq əmsallarının nisbəti sərbəst ədlərin nisbətinə bərabərdir. K-nı tapdıq. Yerinə yazaq. Mənfi 1 böl 5 bərabər mənfi 0,2. Baxın, funksiyanın qiyməti 0,2-yə bərabər oldu. Mənfi 0,2. Və sabit funksiya olduğu üçün hər zaman mənfi 0,2 olmalıdır. Bizə də deyirdi ki, k üstəgəl nəyi tap deyirdi? F2-ni. K oldu mənfi 1. F2 də oldu mənfi 0,2 və cavab mənfi 1,2 alınır. Düzgün cavab D variantı. Növbəti sual 22. Düz xəttlərinin kəsişmə nöqtəsinin koordinatları hasilini tapın. Düz xəttlər kəsişirsə, onda həmin düz xəttlər bir-birinə bərabər olmalıdır. 3x çıx 7 bərabərdir 5x çıx 13-ə. Ədədləri sol tərəfə yığaq.
13-dən 7 çıxanda 6. 3x-i sağa atırıq. Yəni x-lar sağa yığılır. Olur 2x. X bərabər olur 3-ə. X-i tapdıq 3. İndi y-in qiymətini tapaq. Hər hansı bir funksiyanı yaza bilərik. Məsələn, birincini yazıram. Y bərabər 3x çıx 7 bərabər. X 3 olduğu üçün yerinə qoyanda 9 alınır. 9-dan 7 çıxanda cavab olur 2. X-in qiyməti 3 oldu. Y-in qiyməti 2. Bizə də deyir ki, koordinatların hasilini tap. 3'ü vurduq 2'yə. Düzgün cavab oldu 6. 22'də cavab 6'dır. Keçdik 23-cü suala. İki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Aha. Birinci baxaq fx funksiyasına. Deyir ki, fx funksiyasında, yəni birinci şagird 20 dəqiqəyə 18 səhifə oxuyur. 20 dəqiqəyə 18 səhifə. Onda 1 dəqiqəyə nə qədər oxuyar? 1 dəqiqəyə x deyirik. Çarpaz vursaq 20x bərabərdir 18. X bərabər 18'i bölürük 20'ye alınır 0,9. Aha. X oldu 0,9. Yani birinci şagird 1 dəqiqəyə 0,9 səhifə oxuyur. Yəni bir səhifə belə oxumur. İndi keçdik ikinciyə. Deyir ki, ikinci şagird, yəni gx 30 dəqiqəyə 15 səhifə oxuyur. 30 dəqiqəyə 15 səhifə. 1 dəqiqəni tapaq. Burada da 1 dəqiqəyə y. Y-i tapmaq üçün çarpaz vururuq. Yəni 15'i bölürük 30'a. Y bərabər olur. Y bərabər olur 0,5. İkinci şagirddə 0,5 səhifə, yəni yarım səhifə oxuyur. Misalın şərtində deyir ki, iki şagirdin oxuduğu səhifələrin ümumi sayı. Gəlin bu ikisini toplayaq. İkisini toplayanda alınır 1,4 səhifə. İki şagird, yenə tənasüb quraq. İki şagird 1 dəqiqəyə birlikdə 1,4 səhifə oxudusa 210 səhifəni neçə dəqiqəyə oxuyar? Buna da deyək A. Yenə çarpaz vururuq. 1,4 A bərabərdir 210. A bərabərdir 210'u bölürük 1,4'ə və cavab alınır 150 dəqiqə. Bax belə. Qısaca, hər bir şagirdin 1 dəqiqəyə neçə səhifə oxuduğu tapmalıyıq. Daha sonra həmin səhifələri toplayırıq. Yəni ikisi birlikdə 1 dəqiqəyə neçə səhifə oxuyur? Onu tapırıq. Daha sonra tənasüb qururuq. 1 dəqiqəyə ikisi birlikdə 1,4 səhifə oxuyursa, neçə dəqiqəyə 210 səhifə oxuyar? Və çarpaz vurub A-nın qiymətini tapırıq. Cavab oldu 150 dəqiqə. Növbəti sual 24. Qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirməyə müddətləri arasında asıllıq verilmişdir. 20 işçi həmin işi neçə günə yerinə yetirər? Aha. İndi baxaq birinci işçiyə. Birinci işçidə deyir ki, en üstəgəl 1 saata birinci saya baxaq. Deyir ki, 10 nəfər en üstəgəl 1 günə. Bu günlərin sayıdır. Bunu şərtdə deyir gün.
10 işçi tənasüb qurmalıyıq yenə. 10 işçi en üstəgəl bir günə işi yerinə yetirir. İkincidə isə en işçi en üstəgəl 7 günə. En işçi en üstəgəl 7 günə yerinə yetirir. Deməli, bu günlərin sayıdır. Əgər tənasübdə zaman varsa, götürüb birbaşa bunu çarpaz vurmursunuz. Səhv ola bilər. Birinci yoxlamalısınız. Fikir verin. İşçilərin sayı 10 nəfərdən n nəfərə düşüb, azalıb. İşçilərin sayı nə oldu? Azaldı. Bəs zaman, fikir verin, zaman artdı. Zaman artır. Əgər kəmiyyətlərdən biri azalır, digəri artırsa, həmin kəmiyyətlər bir-biri ilə tərs mütənasibdir. Tərs mütənasib olanda tənasüb qarşı-qarşıya vurulur. Qarşı-qarşıya, yəni paralel şəkildə vurursunuz. Paralel şəkildə vuraq. N vur, n üstəgəl 7-ni bərabər etməliyik. 10 vur, n üstəgəl 1-ə. Açıb hesablayaq. N kvadrat üstəgəl 7n bərabərdir 10n üstəgəl 10. Bütün dəyişənlər, bütün ifadələri yığaq sol tərəfə. N kvadrat çıx 3n çıx 10 bərabərdir 0. Alındı kvadrat tənlik. Müxtəlif üsullardan hesablamaq olar. Ən rahat yolu Vietdir. Kökləri toplayanda n-in əmsalının əksini verməlidir, müsbət 3-ü. Vuranda isə sərbəst həddi, mənfi 10-u verməlidir. Buradan alınır ki, köklərin biri 5-dir, biri də mənfi 2-dir. Təbii ki, mənfi 2 ola bilməz, bu kənar kökdür. Səbəbi də ondan ibarətdir ki, burada n-i verib, bura fikir verin, n-i verib say. N-i biz mənfi 2 tapdıq. Təbii ki, ola bilməz. Çünki say, işçilərin sayı mənfi ola bilməz. N oldu 5. N oldu 5. İndi N 5 oldusa bizdən nə istəyir? Bizə deyir ki, 20 işçi həmin işi neçə günə yerinə yetirər? N-i gətirib yazsaq yerinə, N-in üstünə 1 gəlirik. 5-in üstünə 1 gələndə 6 dəqiqə, 6 gün alınır burada. Birində yazmağımız kifayətdir. Yenə tənasüb qururuq. 10 işçi işi 6 günə yerinə yetirilmiş. Bizə də deyir ki, 20 işçi neçə günə yerinə yetirər? Neçə günə? X günə bilinmir. Yenə işçilərin sayına baxırıq. Artıb. Fikirləşirik. İşçilərin sayı artırsa, iş daha tez yerinə görülməli, daha tez yerinə yetirilməlidir. Yəni günlərin sayı azalır. Tərs mütənasib kəmiyyətlər verilib burada. Qarşı-qarşıya vururuq. 20 vur x bərabərdir 10 vur 6. Yəni 60. X bərabərdir 3 gün alınır. Birbaşa şifahi də yaza bilərdiniz bunu. Yəni ikinci tənasübü. Çünki asandır. 10 işçi 6 günə yerinə yetirirsə, 20 işçi təbii ki 3 günə yerinə yetirməlidir. İşçilərin sayı 2 dəfə artırsa, gün 2 dəfə azalmalıdır. Düzgün cavab 3 gün. Növbəti sual. 25. A parametrinin neçə tam qiymətində funksiyasının qrafiki ordinat oxunu mənfi hissədə kəsir? İşarələrlə bağlıdır. Qrafik ordinat oxunu, yəni y oxunu deyir ki, mənfi hissədə kəssin. Onda qrafik bu formada ola bilər, bu formada ola bilər və ya x oxuna paralel ola bilər. Yəni 3 haldan biri mümkündür. Hər 3 halda y oxunu aşağıda kəsir. Bu nə deməkdir? B-nin mənfi olması deməkdir. Çünki y oxunu harda kəsirsə, həmin nöqtə B-dir. Yəni B mənfi olmalıdır. İndi funksiyanı yazaq bu tərəfə. Y bərabər
2ax üstə gəl 3a kvadrat çıx 14a. Bu funksiyada 2a bucaq əmsaldır. 3a kvadrat çıx 14a isə b'dir. Bizdə də b dedik ki, mənfi olmalıdır. Yəni 3a kvadrat çıx 14a sıfırdan kiçik olmalıdır. Alındı kvadrat bərabərsizlik. Sərbəst hədd yoxdursa, dəyişəni atırıq qabağa, vuruqlarını ayırmaq üçün. Daha sonra sıfıra bərabər edib, sıfır nöqtələrini tapırıq. A bərabər 0, 3a çıx 14 bərabər 0. A bərabər olur 14 böl 3, yəni 4 tam 3'də 2 alınır. 0 və 4 tam 3'də 2. Daha sonra ədəd oxunda həmin nöqtələr yerinə yazılır. Əgər bərabərlik yoxdursa, daxil deyil. 0 və 4 tam 3'də 2. Ayırırıq 3 intervala. Sonra baxırıq a kvadratın əmsalına. A kvadratın əmsalı müsbət isə sağdan başlayırıq. Müsbət, mənfi, müsbət yazırıq. Bizdən nə istəyir? Sıfırdan kiçikləri, yəni mənfi həllərin sayını istəyir. Funksiyasının qrafiki ordinat oxunu mənfi hissədə kəsir. A parametrinin neçə qiymətində deyir. Baxın, bu aralıqda A ola bilər 1, 2, 3 və 4. Neçə qiymətində? 4 qiymətində. 25 də cavab olmalıdır 4. Növbəti sual 26. M parametrinin hansı müsbət qiymətində sabit funksiya olar? Funksiyanın sabit olması üçün biz nə dedik? K'ların nisbəti, yəni M'in 4'ə nisbəti bərabər olmalıdır B'lərin, sərbəst ədlərin nisbətinə. Çarpaz vururuq, çünki tənasübdür. Kəsirlər bərabərdirsə çarpaz vurulur. Nəyin kvadratı 36'dır? Mənfi müsbət 6'nın. Bu da deyir ki, M parametrinin hansı müsbət qiymətində? Müsbət qiyməti olacaq 6. Düzgün cavab oldu 6. Keçirik 27-ci suala. Düz xətlər üçün uyğunluğu müəyyən edin. Bax, deyir ki, düz xətlər. Düz xəttin ümumi şəkildə yazılışı y bərabər kx üstəgəl b'dir. Birinci hər birini bu formada yazaq. Birincisi 2x'i atıram sağ tərəfə birinci funksiyada. 3y bərabər olur mənfi 2x üstəgəl 5. Hər tərəfi 3'ə bölsək y bərabər olur mənfi 3'də 2x üstəgəl 3'də 5. Bu birinci funksiya. İkinci funksiya. Yenə 3x'i atıram sağ tərəfə. 3y bərabərdir mənfi 3x çıx 1. Y bərabər hər tərəfi 3'ə böləndə alınır. Mənfi, bura 1x yazaq. Çıx 3'də 1. Üçüncü. Yenə 3x'i sağa atırıq. 2y bərabərdir mənfi 3x-a və y bərabərdir mənfi 1 tam 10'da 5 x-a. Hər bir funksiyanı yazdıq. Yəni y-ləri tapdıq. İndi bir variantlara baxaq. A variantı. Qrafiki koordinat başlanğıcından keçir. Bu nə deməkdir? X-in yerinə 0 yazanda y 0 alınsın deməkdir. Bu hansı funksiya olmalıdır? Təbii ki, üçüncü olmalıdır. 3'ə oldu. A variantı. Bunun qabağına yazaq 3. Çünki bura 0 yazanda, 0'ı mənfi 1 tam 10'da 5'ə vuranda 0 alınır. B variantı. Bucaq əmsalı mənfi 1 tam 10'da 5'ə bərabərdir. Bucaq əmsalı nə idi? X-in qarşısında yazılan. Yəni X-in əmsalı. Bu da 3'ə aiddir.
C. Grafiki bir nöqtəsindən keçir. Yəni x-in yerinə 1 yazanda y 1 alınır. Bu aiddir birinciyə. Bax, fikir verin. Burada x-in yerinə 1 yazsaq, -3-də 2-ni 1-ə vuranda olur -3-də 2. Üstünə 3-də 5 gələndə alınır 3-də 3, yəni 1. Deməli, C variantı aiddir 1-ə. Sonra D. Apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Aha, biz burada fikir verməliyik K-ya. Bucaqdan söhbət gedirsə, bucaq əmsalına baxmalıyıq. Tangens 135 dərəcə yazırıq. Tangens 135 dərəcəni hesablayanda yazırıq. Tangens 180 dərəcə çıx 45 dərəcə. Bayaqki misalda dedik, 180 dərəcədə adını dəyişmir. Yazırıq tangens 45 dərəcə. 135 dərəcə düşür ikinci rübə, yəni tangens mənfidir ikinci rübdə. Mənfi tangens 45 dərəcə alındı. Bu da nə deməkdir? Mənfi 1 deməkdir. Tangens 45 dərəcədə 1-ə bərabərdir. Yəni nə oldu? Bucaq əmsalı, x-in əmsalı oldu -1. Hansına aiddir? 2-yə aiddir. Burada bucaq əmsalı -1'dir. D variantı aiddir 2-yə. E variantı. Qrafiki -1, 3-də 2 nöqtəsindən keçir. Bu da aiddir 2-yə. X-in yerinə -1 yazsaq burada. -1'i -1'ə vuranda müsbət 1, 3'də 1 çıxanda 1'dən alınır 3'də 2. Yəni x-in yerinə -1 yazanda y 3'də 2 alındısa, bu da oldu 2. Deməli 1 C variantı, 2'yə oldu DE, 3'ə də A və B variantı. Növbəti sual. Sual 28. Y bərabər kx üstəgəl B funksiyasının qrafiki üçün uyğunluğu müəyyən et. İşarələrə aiddir. 1. K da 0-dan böyükdür, B də 0-dan böyük. Qrafik çəkib 1-1 araşdıraq. Hansı rüblərdə yerləşir? K-nın 0 olması üçün iti bucaq əmələ gəlməlidir. 0-dan böyük olması üçün iti bucaq əmələ gəlməlidir. B-nin 0-dan böyük olması üçün y oxunu müsbətdə kəsməlidir. Yəni qrafik ola bilər bu formada. Başqa halı yoxdur. Bu da hansı rüblərdən keçir? Birinci, ikinci və üçüncü rüblərdən keçir. Bax, fikir verin. Buradakı bucaq alfa bucağı, iti bucaqdır. K müsbət olur. Və bu da B nöqtəsidir. Yuxarıda kəsdiyi üçün B də 0-dan böyük olur. Deməli, keçdi birinci, ikinci və üçüncü rüblərdən. B variantına uyğundur. İndi baxaq ikinciyə. Deyir ki, K da mənfi olsun, B də mənfi olsun. Hər ikisinin mənfi olması üçün kör bucaq əmələ gəlməlidir. Bir də ki, y oxunu mənfi hissədə kəsməlidir. Yəni, qrafik olmalıdır bu formada. Buradakı bucaq kör bucaqdır. K mənfidir. Y oxunu aşağıda kəsir. Harada kəsirsə o B idi. B də mənfi oldu. Hansı rüblərdən keçdi? 2, 3 və 4-cü rüblərdən keçir. 2'yə oldu D variantı. Bir də ki, E variantına baxırıq. Apsis oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Bəli, bu da dedik ki, alfa bucağı kör bucaqdır. Bu da 2'yə aiddir. Sonra baxırıq üçüncüyə. Üçüncüdə deyir ki, K 1 olsun, B 0 olsun. B'nin 0 olması o deməkdir ki, qrafik hardan keçir? Koordinat başlanğıcından. Koordinat başlanğıcından keçməlidir.
Çünki koordinat başlanğıcında y 0'dır. Bax, bizə nə deyir? K 1 olsun, B 0 olsun. B'nin 0 olması y'in 0 olması deməkdir. Yəni mərkəzdən keçməlidir. Mərkəzdən keçməlidir. Mərkəzdən belə də keçə bilər, belə də keçə bilər. İndi araşdıraq. İndi baxırıq K'ya. K 1 olsun deyir. Biz demişik ki K tangens alfadır. Tangens alfa 1 olmalıdır. Tangens harda 1 olur? 45 dərəcədə. Deməli alfa olur 45 dərəcə. Deməli belə keçməlidir ki, burada alfa 45 dərəcə olsun. Hansı rüblərdən keçir? Birinci və üçüncü rüblərdən keçir. 3'ə də oldu A variantı. Deməli 1B, 2 oldu D və E, 3 də oldu A variantı. Növbəti sual. Sual 29. Y bərabər kx üstəgəl B funksiyasının qrafiki üçün uyğunluğu müəyyən etdir. Eyni sualdır. 1. K'nın mənfi olması üçün korbucaq əmələ gəlməlidir. B'nin müsbət olması üçün y2 yuxarıda kəsməlidir. Deməli qrafik olacaq belə. Y2 yuxarıda kəsdi. B müsbətdir. Alfa da korbucaqdır. K mənfidir. Keçdi. İkinci. Elə birdən də keçir. Bir də keçir 4'dən. 1, 2 və 4'dən keçir. 1 oldu. C variantı. Sonra növbəti 2. İkinci qrafikə baxaq. Deyir ki K müsbətdir. Yəni itibucaq əmələ gəlməlidir. B mənfidir. Onda qrafik olmalıdır belə. B mənfidir çünki y2 aşağıda kəsir. Burada da alfa itibucaq olduğu üçün K müsbətdir. Yəni ikisi də düzdür. Hansı rüblərdən keçir? 1'dən, 3'dən və 4'dən keçməlidir. 1, 3, 4. A variantı uyğundur. Sonra bir də ki E variantında deyir ki, apsis oxunun müsbət istiqaməti ilə itibucaq əmələ gətirir. Bəli, alfa itibucaqdır. E'yə də uyğundur. 3. K mənfi 1 olsun. B'də 0 olsun. Elə bundan əvvəlki misala oxşardı. B 0 deyirsə mərkəzdən keçməlidir. Mərkəzdən belə də keçə bilər, bu formada da keçə bilər. Əgər belə keçsəydi, K müsbət 1'ə bərabər olmalıdır. Bayaq dedik. Deməli bu formada keçməlidir. K mənfi 1'dir. Gəlin bunu da sadələşdirək. Tangens alfa bərabər mənfi 1 yazırıq. Tangens neçə dərəcədə mənfi 1 olur? Tangens 135 dərəcədə mənfi 1 olur. Bayaq bir misalda bunu hesablamışdıq. Tangens 135 dərəcəni vermişdi. Yəni buradakı bucaq 135 dərəcədir. Bu da o deməkdir ki, ikinci və dördüncü rüblərdən keçir. 3'ə də oldu B. 1'ə C, 2'yə AE, 3'ə isə B variantı olacaq. Növbəti sual. Keçdik ətraflı suallara. 1. Yəni 30-cu sual. Hovuzu doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun həcminin zamandan asıllıq qrafikləri verilmişdir. Baxırıq qrafikə. A kranı 2 saata 18 metr kub doldurur. Biz yenə 1 saatları tapaq. 1 saata doldurmalıdır 9 metr kub. B kranı isə 3 saata 15 metr kub həcmi doldurur. Yəni 1 saata 5 metr kub həcmi doldurur. Doldurmur, daha doğrusu boşaldır. Hər iki kran eyni zamanda açılaraq
Fikir verin, eyni zamanda açılsa. Bir çən fikirləşin. 2 kran işləyir. Biri doldurmağa çalışır. Bu doldurmağa çalışır. B isə boşaltmağa çalışır. A kranı 9 metr kub həcmi dolduranda B kranı 5 metr kub həcmi boşaldır. Yəni ikisi birlikdə işləsə əgər 1 saata 4 metr kub həcm su ilə dolmalıdır. 1 saata 4 metr kub həcm su ilə dolur. Bizə də deyir ki 8 saata. Onda 8-i vururuq 4-ə. Olur 32 metr kub. 8 saata 32 metr kub dolur. Və hovuzun həcmi 50 metr kubdur. 50 metr kub olan boş hovuzun neçə faizi su ilə dolar? Aha. 50 metr kuba deyirik 100%. Biz də hesabladıq ki 32 metr kubu doludur. X faiz. Çarpaz vursaq 50x bərabərdir 3200'ə. X bərabərdir 3200'ü böldük 50'yə, alındı 64 faiz. Düzgün cavab 64 faizdir. Növbəti sual. Sual 31. A-nın hansı qiymətində funksiyasının qrafiki yalnız birinci və ikinci rüblərdə yerləşir. Şəkildə göstərək bunu. Baxaq ki, nə baş verir birinci və ikinci rüblərdən keçəndə. Deməli, X, Y deyir ki, 1 və 2-dən keçsin. Yalnız 1 və 2-dən keçsin. Bax, fikir verin, qrafiki belə çəkmək olmaz. Səbəbi də odur ki, bu nə vaxtsa keçib 3-cü rübə gəlməlidir də. Qrafik X oxuna paralel olmalıdır ki, həmişə birinci və ikinci rüblərdə olsun. Yəni, qrafik belə verilməlidir. Bu da nə deməkdir? Qrafik əgər belə verilsə, yəni mərkəzdən yuxarıda olsa, bu nöqtə B nöqtəsidir. B sıfırdan böyükdür. Çünki mərkəzdən yuxarıdadır. B sıfırdan böyük olmalıdır. Bəs K da bərabər tangens alfadır. Fikir verin, bu xəttlə X xətti arasındakı bucaq yoxdur, sıfıra bərabərdir. Onda tangens 0 dərəcəni hesablayırıq, alınır 0. K 0 olmalıdır, B isə 0-dan böyük olmalıdır. İndi baxırıq bu hissəyə. Fikir verin, bu hissə K'dır, bu da B'dir. A kvadrat çıx 10A üstə gəl 16 K'ya bərabərdir. K'da 0 olmalıdır dedik. Bir də ki B 9 çıx A kvadrat 0-dan böyük olmalıdır. Birinci verilən kvadrat tənlikdir. Toplayanda 10, vuranda 16 alınmalıdır. Yəni kökləri 2 və 8 olmalıdır. Aha. Cavabımız ya 2'dir ya 8. Fikir verin, 2'ni buraya yazanda 9'dan 2'nin kvadratını çıxanda 5 alınır. Müsbətdir. Ola bilər. Amma 8'i yazanda 9'dan 8'in kvadratını çıxanda mənfi alınır. Yəni ola bilməz. Deməli düzgün cavab nədir? Düzgün cavab 2'dir. 32. sual. Yenə eyni tip sualdır. Buna da baxaq. Burada deyir ki, yalnız 3 və 4-cü rüblərdən keçsin. Bu dəfə də X oxuna paralel olmalıdır. Ancaq mərkəzdən, O nöqtəsindən aşağıdan keçir. Bax, bura B nöqtəsidir. Aşağıdan keçirsə B nöqtəsi nədir? B nədir? Mənfi. Bəs K nədir? Yuxarıda olduğu kimi bir-birinə paralel olduğu üçün bunu qayda kimi yadda saxlayın. Əgər X oxuna paralel düz xətt verilibsə, K orada 0 olur. Nəyə görə? Çünki arasındakı bucaq 0 dərəcədir. Tangens də 0 dərəcədə 0-a bərabərdir. Deməli, K isə 0-dır. K 0, B mənfi olmalıdır. K-nı veriblər
A kvadrat çıx 8A üstəgəl 15. B-ni də A kvadrat çıx 16. Hesablayaq. A kvadrat çıx 8A üstəgəl 15 bərabər 0 olmalıdır. A kvadrat çıx 16 isə 0-dan kiçik. Viet teoremi toplayanda 8 vuranda 15. 3 və 5'dir. 3'ü gətirib yazanda 3'ün kvadratı 9, 16 çıxanda mənfi alınır, ola bilər. Ancaq 5'i yazanda 5'in kvadratı 25, 16 çıxanda 9 alınır, yəni müsbət alınır. Bizə də deyir ki, mənfi olsun. Deməli, düzgün cavab 3 olmalıdır. 32'də cavab 3. Növbəti sual. 33. Xətti funksiyasının grafikinə əsasən n parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tap. Grafikə baxırıq. Bizə nə lazımdır? K və B-nin işarəsi. K müsbətdir, çünki buradakı bucaq iti bucaqdır. B də müsbətdir, çünki qrafik x oxunun müsbət tərəfdə kəsir. Yəni B müsbət olmalıdır. K bizdə x-in əmsalıdır, B isə sərbəst həddir. İkisini də 0-dan böyük yazıb, hər iki kvadrat bərabərsi hesablamalıyıq. 4m çıx m kvadrat üstəgəl 12 böyükdür 0. 10m çıx m kvadrat çıx 16 böyükdür 0. Hər iki bərabərsizliyi mənfiyə vursaq, m kvadratın müsbət olması üçün hər tərəfi mənfiyə vururuq. M kvadrat çıx 4m çıx 12 böyükdür 0. M kvadrat çıx 10m üstəgəl 16 daha doğrusu kiçikdir 0 olmalıdır. Mənfiyə vuranda işarə dəyişir. Aha, toplayanda 4 olmalıdır. Vuranda mənfi 12. Köklərimiz oldu. 6 ilə mənfi 2. Sağ tərəfdə toplayanda 10 olmalıdır. Vuranda 16. Burada da köklər oldu. 2 ilə 8. Aha. İndi hər ikisini göstərək oxun üzərində. Mənfi 2 və 6. M kvadratın əmsalı. Fikir verin, burada 1 olmalıdır. Müsbətdir. Yazırıq müsbət, mənfi, müsbət. Bizə deyir ki, mənfiləri götür. Onda buranı xəttləyirik. Sonra ikincisində yenə 2 və 8-i ədəd oxuna qoyuruq. Ayırırıq intervallara. M kvadratın əmsalı yenə müsbət 1'dir. Müsbət, mənfi, müsbət yazırıq. Və 0-dan kiçik olsun deyir. Yenə mənfiləri xətləyirik. İndi bizə deyirdi ki, funksiyanın grafikinə əsasən n parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tap. Birində aldıq mənfi 2-dən müsbət 6-ya. Digərində isə 2-dən müsbət 8-ə. Hər ikisini ödəməlidir. Yəni hər ikisinin kəsişməsini biz tapmalıyıq. Mənfi 2 6 aralığı bir də 2-dən 8-ə. 2-dən 8-ə. Mənfi 2 6-nı üstdən xəttləyirik. 2 6-nı da aşağıdan. Hər ikisinin kəsişməsi oldu. 2-dən 6-ya qədər ədədlər. Nə ola bilər? 3, 4 və 5 ola bilər. Bunlar da toplayanda alınır 12. Deməli, 33-cü sualda cavab oldu 12. 12. Növbəti sual. Sual 34. Olarsa f5'i tap deyir. Deyir ki, fx xətti funksiyadır. Onda necə yazılmalıdır? Fx bərabər olmalıdır. Kx üstəgəl b-yə. Ümumi şəkildə yazılışı.
Bizə verib f3x çıx 5-i, bir də f2x üstəgəl 3-ü. Hər ikisini nöqtədə funksiyanın qiymətinin tapılması kimi x-in yerinə qoyaq və hesablayaq. Yəni f3x çıx 5 bərabər olmalıdır. K vur 3x çıx 5 üstəgəl b. Bunu da açanda alınır 3kx çıx 5k üstəgəl b. Sonra ikincisini də hesablayaq. F 2x üstəgəl 3. Bunu da açanda bütün x-ların yerinə, yəni 1x var, o x-in yerinə qoymalıyıq 2x üstəgəl 3. K vur 2x üstəgəl 3 üstəgəl b bərabər 2kx üstəgəl 3k üstəgəl b. Hər ikisini tapdıq. İndi hər ikisini baxın bu ifadədə yerinə yazaq. 3kx çıx 5k üstəgəl b üstəgəl. İndi yazmalıyıq bunu. Yəni 2kx üstəgəl 3k üstəgəl b. Deyir ki, bu ikisinin cəmi bərabər olsun 15x üstəgəl 12. Aha. 3kx və 2kx toplayanda alınır 5kx. Sonra mənfi 5k müsbət 3k bizə verir mənfi 2k. 2 dənə də b var. Bunların cəmi də 2b. Bərabər olmalıdır 15x üstəgəl 12'ye. Aha. İndi buradan biz nə aldıq? İki xətti funksiyanın bərabərliyini aldıq. Soldakı bu ifadə bütöv xətti funksiyadır. Bax 5k bucaq əmsaldır. Mənfi 2k üstəgəl 2b də sərbə səddir. 5k bərabər olmalıdır sağdakı bucaq əmsalını 15'ə. Sərbə səddə bərabər olmalıdır. İki xətti funksiyanın bərabər olması üçün bucaq əmsalları bərabər olmalıdır və sərbə səddə bir-birinə bərabər olmalıdır. 5k bərabər 15'dən k bərabər 3 alırıq. Mənfi 2k üstəgəl 2b bərabər 12'də k'nın yerinə 3 yazsaq mənfi 6 üstəgəl 2b bərabər 12. Mənfi 6'nı sağa atanda 2b bərabərdir 18 və b bərabər 9 alınır. K və b-ni tapdıq. Bizə deyir ki, f5'i hesabla. İndi k və b-nin qiymətlərini gətirib funksiyanın ümumi şəkildə yazılışında yerinə qoyaq. K'nın yerinə 3, b-nin yerinə 9. Yəni 3x üstəgəl 9 alınır. Fx funksiyası bərabərdir 3x üstəgəl 9'a. Bizə də deyir ki, f5'i tap. Yəni x-in yerinə 5 yaz deyir. f5 bərabərdir 3 vur 5 üstəgəl 9. 15'in üstünə 9 gələndə cavab olur 24. Növbəti sual 35. Axırıncı sualımızdır. Onu da ətraflı şəkildə yazaq. 35. L1 və L2 düz xətləri qarşılıqlı perpendikulyar olarsa, bax fikir verin. Orada 90 dərəcəni görən kimi yadca bu düşsün. K1'i K2'ye vuranda mənfi 1 alınır. 90 dərəcə varsa bundan istifadə olunmalıdır. Əgər iki xətti funksiyanın qrafiki bir-birinə perpendikulyar olarsa, həmin xətti funksiyaların bucaq əmsalları mənfi 1'dir. Bir də yadımıza salaq, paralel olarsa nə baş verirdi? Bucaq əmsalları bərabər olurdu. Bunu da yadda saxlayın. İndi fikir verin, bizə verilib 2 dənə düz xət. L1 və L2. İndi hər ikisini ümumi şəkildə yazaq. L1'i bu formada yazaq. K1x üstəgəl B1 olsun. L2'ni də yazaq. K2x üstəgəl B2. İndi
Bizə 2 dənə nöqtə verib. Hər ikisindən istifadə etməliyik. Soldakı nöqtədə qrafik deməli koordinatları yazaq. Soldakı nöqtənin koordinatları x-i -2-dir, y-i 0-dır. Üstdəki nöqtənin koordinatlarını özü verib 4, 4-dür. İndi hər iki nöqtədən L1 düz xətti keçdiyi üçün hər iki qiyməti gətirib L1-də yerinə yazaq. Deməli, x-in yerinə -2 yazanda olur -2 K1 üstəgəl B1 deyir ki, y 0 olur. Yəni L1 özü 0-a bərabər olur. Bu birincisi. 4, 4'ü də yazmalıyıq indi. X-in yerinə 4 yazanda y, yəni L1 4 olmalıdır. 4 bərabər 4K1 üstəgəl B1 oldu sistem tənlik. Biz bunları tərəf-tərəfə çıxsaq, aşağıdan yuxarını çıxaq. 4-dən 0 çıxanda 4. 4K1-dən -2K1 çıxanda 6K1. B1'lər islah olur. K1 bərabər 4 böl 6 alınır. İxtisardan sonra qalır 2 böl 3. Bax, K1'i tapdıq. K1'i tapdıqsa, artıq K2'ni də tapa bilərik. K1'i, yəni 3'də 2'ni K2'yə vuranda -1 alınır. Deməli, K2 nəyə bərabər imiş? K2 -2'də 3'ə bərabər imiş. Bax, K2'ni tapdıq. Bizdən nə istəyirdi? L2 düz xəttinin tənliyini yaz. Bax, fikir verin L2'yə. L2'nin tənliyini yazmaq üçün biz K2'ni tapmalıyıq. Bir də nəyi? B2'ni. K2'ni tapmışıq. Bir də geriyə qaldı B2. Birinci K2'ni yerinə yazaq. L2 bərabərdir -2'də 3 x üstəgəl B2. Geriyə qaldı B2. B2'ni hardan tapırıq? Bax, fikir verin A44 nöqtəsinə. Bu ortaq nöqtədir. Yəni hər ikisində x-a 4 deyəndə funksiyanın qiyməti 4'ə bərabər olmalıdır. Bax, buna görə x-in yerinə də L2'nin yerinə də 4 yazmaq olar. 4 bərabərdir -2'də 3 vur 4 üstəgəl B2. İxtisar gedir, qalır 2. 4 bərabərdir -6 üstəgəl B2 və B2 bərabər olur müsbət 10'a. Həmin B2'ni də gətirib yuxarıda yerinə yazsaq, alınır L2 bərabərdir -2'də 3 x üstəgəl 10. Deməli, düzgün cavab -2'də 3x üstəgəl 10 olmalıdır. Aha. Test izahımız bu qədər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Növbəti videoda inşallah kvadratik funksiyanın izahını verəcəm və ondan sonra da həmin funksiyanın test izahı da gələcək. Sağ olun, salamat qalın.